Dostlar, salam. Yəqin ki, siz də belə bir ifadəni dəfələrlə eşitmisiniz. Axşam saat 8-dən sonra yemək yemə, yoxsa kökələcəksən. Bir çox insan buna görə axşam ac qalmağa çalışır. Bəziləri isə saat 8 tamam olan kimi yeməyi dayandırır. Amma maraqlıdır ki, bu qayda həqiqətən elmi əsaslara söykənirmi? Yoxsa bu, sadəcə insanlar arasında yayılan məşhur fikirlərdən biridir? Bugün çox vacib bir mövzudan danışacağıq. Axşam saat 8-dən sonra yemək həqiqətən kökəldi? Saat neçədə yemək daha vacibdir? Yoxsa nə qədər yemək? Gecə yeməkləri həqiqətən piylənməyə səbəb olurmu? Metabolizm axşam saatlarında dayanırmı? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Mən Doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şey başa düşək. İnsan orqanizmi saat 8-də birdən-birə dəyişmir. Yəni, saat 19:59-da yeyilən yemək sağlam, 20:01-də yeyilən isə avtomatik olaraq kökəldici olmur. Əsas məsələ, gün ərzində qəbul etdiyiniz ümumi enerji miqdarıdır. Əgər gün ərzində qəbul etdiyiniz kalori sərf etdiyiniz enerjidən çoxdursa, zamanla çəki arta bilər. Əgər əksinədirsə, çəki azala bilər. Məhz buna görə təkcə saata baxmaq kifayət etmir. İndi isə insanlar ən çox verdiyi suala baxaq. Bəs gecə yemək yemək zərərlidirmi? Burada cavab bir qədər fərqlidir. Əgər insan gün ərzində ehtiyacından artıq kalori qəbul etmirsə, yalnız axşam yemək yeməsi onu avtomatik kökəltmir. Amma praktikada başqa bir problem ortaya çıxır. İnsanların çoxu axşam saatlarında daha çox yeməyə meyilli olur. Gün ərzində işdə olurlar, məşğul olurlar. Axşam isə evə qaydanda həm ac olurlar, həm də istirahət edirlər. Məhz bu zaman televizor qarşısında, telefon istifadə edərkən və ya film izləyərkən fərqinə varmadan əlavə qidalar qəbul edə bilirlər. Çips, şokolad, şirniyyat, çərəz, qazlı içkilər və ya böyük porsiyalar. Əsl problem də çox vaxt məhz burada yaranır. Yəni insanı kökəldən saat deyil, həmin saatda qəbul etdiyi artıq kalorilərdir. Başqa bir məşhur fikir də budur. Metabolizm axşam dayanır. Əslində bu doğru deyil. Bəli, gecə saatlarında bəzi fizioloji proseslər dəyişə bilər. Amma metabolizm birdən-birə dayanıb kaloriləri yağa çevirməyə başlamır. Orqanizm gecə də işləməyə davam edir. Ürək döyünür, beyin fəaliyyət göstərir, tənəffüs davam edir, bədən temperaturu qorunur. Yəni enerji sərfi tamamilə dayanmır. Məhz buna görə axşam yemək yemək avtomatik olaraq piylənmə demək deyil. Başqa vacib məqam isə yeməyin tərkibidir. Təsəvvür edin ki, iki insan axşam saat 9-da yemək yeyir. Biri balanslı porsiyada toyuq, salat və qatıq yeyir. Digəri isə böyük pizza, şirniyyat və qazlı içki qəbul edir. Saat eyni olsa da, qəbul edilən kalori tam fərqlidir. Məhz buna görə nəticələr də fərqli olur. Bir şey də unutmayaq. Axşam çox ağır yeməklər bəzi insanlarda başqa problemlərə də səbəb ola bilər. Məsələn, mədə yanması, reflüks, şişkinlik, həzm narahatlığı və yuxunun keyfiyyətinin azalması. Yəni məsələ yalnız çəki ilə bağlı deyil. Növbəti hissədə isə daha maraqlı mövzulardan danışacağıq. Axşam ac yatmaq doğrudanmı faydalıdır? Yatmazdan əvvəl nə yemək olar? İdmandan sonra gecə yemək düzgündürmü? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin, insanların ən çox etdiyi səhvlərdən danışaq. Çünki bir çox hallarda problem axşam yemək yeməkdə deyil. Problemin özü həmin yeməyin miqdarı və tərkibidir. Məsələn, bəzi insanlar bütün gün çox az qidalanırlar. Səhər yeməyini buraxırlar, günorta az yeyirlər və axşam evə qaydanda çox güclü aclıq hiss edirlər. Nəticədə bir dəfəyə çox böyük porsiya qəbul edirlər. Məhz bu vəziyyətdə kalori miqdarı sürətlə artır və insanlar düşünürlər ki, onları kökəldən axşam yeməyidir. Halbuki əsas səbəb gün ərzində yaranan həddindən artıq aclıqdır. Başqa maraqlı sual isə budur. Bəs axşam ac yatmaq faydalıdırmı? Bəzi insanlar arıqlamaq üçün axşam yeməyindən tamamilə imtina edirlər. Əgər bu insan üçün rahatdırsa və gün ərzində kifayət qədər qidalanırsa, problem olmaya bilər. Amma hər kəs üçün bu üsul uyğun deyil. Bəzi insanlarda axşam həddindən artıq aclıq yaranır. Nəticədə gecə soyuducuya üst tuturlar
və nəzarətsiz şəkildə yüksək kalorili qidalar qəbul edirlər. Bu isə əksinə arıqlama prosesini çətinləşdirə bilər. İndi isə idmandan sonra yemək mövzusuna baxaq. Təsəvvür edin ki, bir insan axşam saat 9-da məşq edir. Məşqdən sonra zülal və balanslı yemək qəbul etməsi tamamilə normal ola bilər. Çünki həmin vaxt orqanizm yenə də enerji sərf edib. Əzələlərin bərpası üçün qidaya ehtiyac duyur. Məhz buna görə yalnız saata baxaraq artıq yemək olmaz demək düzgün yanaşma deyil. Başqa vacib məqam isə gecə qəlyanaltılarıdır. Araşdırmalar göstərir ki, insanların bir çoxu əlavə kaloriləri əsas yeməklərdən yox, məhz qəlyanaltılardan alır. Film izləyərkən, telefon istifadə edərkən, kompüter qarşısında oturarkən, insan fərqinə varmadan bir paket çips, bir neçə peçenye, şokolad və ya müxtəlif şirniyyatlar yeyə bilir. Bu qidalar isə çox vaxt yüksək kalorili olur. Ən maraqlısı isə budur ki, insanlar bunları çox vaxt yemək hesab etmirlər. Sadəcə qəlyanaltı kimi qəbul edirlər. Halbuki günün sonunda həmin qəlyanaltılar yüzlərlə əlavə kalori yarada bilər. İndi isə başqa bir suala cavab verək. Axşam meyvə yemək kökəldirmi? Bu da çox yayılmış miflərdən biridir. Meyvənin tərkibində təbii şəkər var. Amma meyvə yalnız axşam yeyildiyi üçün avtomatik olaraq piyə çevrilmir. Burada yenə də əsas məsələ ümumi kalori balansıdır. Əlbəttə ki, çox böyük miqdarda istənilən qidanın qəbulu çəki artımına səbəb ola bilər. Amma bunun səbəbi saat deyil, miqdardır. Bir şeyi də unutmayaq. Axşam çox ağır və yağlı yeməklər bəzi insanlarda həzmi çətinləşdirə bilər. Mədə yanması yarada bilər. Reflüks şikayətlərini artıra bilər və yuxunun keyfiyyətini poza bilər. Bu isə ertəsi gün özünü daha yorğun hiss etməyə səbəb ola bilər. İndi isə çox vacib suala keçək. Axşam yeməyini saat neçədə yemək daha düzgündür? Əslində bunun hər kəs üçün eyni cavabı yoxdur. Ən yaxşı vaxt insanın gündəlik həyat tərzindən, iş rejimindən, idman saatından və yatmaq vaxtından asılıdır. Əsas məqsəd yatmazdan dərhal əvvəl çox ağır yemək yeməmək və gün ərzində ümumi qidalanma balansını qorumaqdır. Növbəti hissədə isə bütün mövzunu yekunlaşdıracağıq. Axşam yeməkləri ilə bağlı ən çox yayılan miflər hansılardır? Hansı hallarda gecə yemək problem yarada bilər? Və bu videodan yadınızda qalmalı olan ən vacib fikir nədir? Bütün bunlardan son hissədə danışacağıq. İndi isə gəlin, axşam yeməkləri ilə bağlı ən çox yayılan miflərə baxaq. Çünki bu mövzuda insanlar arasında çoxlu yanlış məlumatlar mövcuddur. Birinci mif. Axşam saat 8-dən sonra yeyilən hər şey piyə çevrilir. Bu, ən geniş yayılmış yanlış fikirlərdən biridir. Əslində bədən saat 8-də fərqli rejimə keçmir. Əgər gün ərzində qəbul etdiyiniz ümumi kalori ehtiyacınızı aşmırsa, yalnız axşam yemək yemək sizi avtomatik kökəltmir. İkinci mif. Arıqlamaq istəyirsinizsə, axşam yeməyini tamamilə kəsməlisiniz. Bu da hər kəs üçün doğru deyil. Bəzi insanlar axşam yemək yemədən rahat hiss edirlər. Amma bəziləri üçün bu, gecə güclü aclıq hissinə səbəb olur. Nəticədə nəzarətsiz şəkildə yüksək kalorili qidalar qəbul edirlər. Məhz buna görə hər kəs üçün eyni qayda yoxdur. Üçüncü mif. Metabolizm axşam dayanır. Bu da doğru deyil. Orqanizm gecə də işləməyə davam edir. Ürək döyünür, beyin fəaliyyət göstərir, tənəffüs davam edir, bədən enerji sərf etməyə davam edir. Sadəcə gündüzlə müqayisədə bəzi fizioloji proseslər dəyişə bilər. Amma bu, axşam yeyilən hər qidanın avtomatik olaraq piyə çevrilməsi demək deyil. Dördüncü mif. Axşam meyvə yemək olmaz. Əslində meyvə yalnız axşam yeyildiyi üçün zərərli olmur. Əsas məsələ yenə də miqdardır. Meyvə də digər qidalar kimi ümumi kalori balansının bir hissəsidir. Beşinci mif. Əgər gecə yemisinizsə, artıq diyet pozulub. Bir dəfə axşam yemək yemək bütün nəticələri məhv etmir. Əsas olan uzun müddətli vərdişlərdir. Sağlam qidalanma bir günlük deyil. Həftələr və aylar ərzində formalaşan həyat tərzidir. İndi isə vacib suala cavab verək. Nə vaxt axşam yeməyi problem yarada bilər? Əgər insan hər axşam çox böyük porsiyalar qəbul edirsə, yüksək kalorili qəlyanaltılar yeyirsə, şəkərli içkilər içirsə və ümumi kalori ehtiyacını mütəmadi olaraq aşırsa, bu zaman çəki artımı baş verə bilər. Bundan əlavə, yatmazdan dərhal əvvəl çox ağır yeməklər qəbul etmək bəzi insanlarda mədə yanması, reflüks, şişkinlik və yuxu keyfiyyətinin pisləşməsi ilə nəticələnə bilər.
Bir şeyi də unutmayaq. Arıqlamaqda ən vacib amil saat deyil, ümumi həyat tərzidir. Balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və qəbul edilən ümumi kalori miqdarı. Məhz bunlar uzun müddətli nəticəyə daha çox təsir göstərir. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Axşam saat 8-dən sonra yemək avtomatik olaraq insanı kökəltmir. Əsas məsələ nə vaxt yemək deyil, nə qədər və nə yediyinizdir. Ən təhlükəli yanaşma isə yenə budur. Sadəcə saatı dəyişsəm arıqlayacam. Halbuki arıqlamaq bir saat məsələsi deyil. Bu gündəlik vərdişlərin nəticəsidir. Bir şeyi də unutmayın. Məqsəd ac qalmaq deyil. Məqsəd düzgün qidalanmaqdır. Çünki sağlam həyat tərzi qadağalarla deyil, balansla qurulur. Mən Doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən bir doğru məlumat insanların illərlə inandığı yanlış fikri dəyişə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Gecə telefon istifadə etmək bədənə nə edir? Telefonun mavi işığı yuxuya necə təsir edir? Gecə ekran qarşısında qalmaq beyinə nə edir? Bu vərdiş yorğunluq və diqqət problemlərinə səbəb ola bilərmi? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.